Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün nəzərdə tutulan dövlət proqramı çərçivəsində bəzi yerli əhəmiyyətli və kənd-daxili avtomobil yollarında əsaslı təmir işləri yekunlaşdırılıb. Dövlət proqramına uyğun olaraq cari ilin 9 ay ərzində 81,65 km təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 km, yaxud belə desək, 67% əsaslı təmir olunub və əhalinin istifadəsinə verilib. Cari ildə icra olunan Əliyabad qəsəbəsində 9,6 km, Kəncərli rayon Şaxtaxtı gömrük yolunda 5,1 km və Xor kəndində 2,45 km, Şərur rayon Təzəkənd və Yuxarı Yaycı kəndlərində müvafiq olaraq 6,3 və 1,1 km, Şərur şəhər daxili 5,2 km, Babəş rayonunun Həcir Göyni istiqamətində 6,2 km əsas və 8,7 km kənd daxili, 6,8 km olan Ordubad rayon Azərkənd və Darkənd kənd daxili, 3,3 km uzunluğunda Culfa rayon Cal və Şurus kənd daxili yollarda işlər yekunlaşdırılıb. Bu yollar artıq sakinlərin gündəlik istifadəsinə təhlükəsiz və keyfiyyətli şəkildə xidmət edir. Həmçinin ümumi uzunluğu 7,8 km olan Şərur rayon Axamək kənd daxili, uzunluğu 8,5 km olan Ordubad rayon Kələntər-Dizə və Qoşa-Dizə kənd daxili, uzunluğu 11,7 km olan Ordubad rayon Anabad-Gəncə kənd daxili avtomobil yollarında əsaslı təmir işlərimiz davam etdirilir. Bu işlərin tərkibində köhnə yol yatağının qazılaraq kənarlaşdırılması, yeni yol yatağının tikilməsi, su keçidlərində müxtəlif diametrdə boruların quraşdırılması, yol kənarlarına beton su kanallarının çəkilməsi və asfalt beton örtüyünün verilməsi, yəni son tamamlanma işlərinin aparılması daxildir. Onu da qeyd edim ki, bu işlərin agentlik tərəfindən il sonuna yaxın bitməsi planlaşdırılır.